Salam aleykum dostlar. Bugün sizlərə GTA Baku Definitive Edition telefonu necə yükləyə bilərsiniz, necə quraşdıra bilərsiniz onu göstərəcəm. Baxın, oyun açılan kimi ilk növbədə buradan tıklayırsınız xəritəyə, buradan girirsiniz Optionsa, buradan da girirsiniz Audio bölməsinə, Audio Setup. Buradan radion səsini tamamilə azaldırsınız. Yoxsa oyundan çıxıb məzəmələ səslər gələ-gələ duracaqdır. Buradan çıxırsınız geriyə. Baxın, burada görürsünüz sağ tərəfdə yuxarıda belə ayar işarəsi var. Onun üzərinə basırsınız. Buradan. Bunda da uniform setting yazılır. Onun üzerine basırsınız. Bak böyle bir setting açılacaqdır. Bunu aşağı eləyirsiniz, yuxarı eləyirsiniz, ayarlayırsınız. Ürəyiniz nə tər istəsə elə. Əgər telefonunuzda donma çox olursa, yəni qaynama çox olursa, buradan ayarlardan düzəldə bilərsiniz. Və burada da yaddaşa vurma bölməsi var. Buradan da yaddaşa vurursunuz. Bundan sonra burada balaca X düyməsi. Onu basırsınız. Buradan çıxırsınız daha geriyə. Bunu oynaya bilərsiniz. İndi mən sizə bunu həm yükləmə tərəfini, həm də quraşdırma tərəfini göstərəcəm. Oyunun yükləmə linkini bu videonun rəylər, kommentlər bölməsində sabitləmişəm. Girib oradan oyunu yükləyə bilərsiniz. İndi göstərim sizə oyunu necə quraşdıra bilərsiniz. Mən indi buradan oyunu siləcəm, sizlə bir yerdə təkrardan yükləyəcəm. Baxın, oyunu silirəm və təkrardan yükləyəcəm. Deməli, ilk öncə açırsınız Play Store-ni. Buradan axtarış yerinə basırsınız, yazırsınız. Zarxiver. Bunu versiniz axtarışa. Bax, burada gəldi yaşızı yazılan proqram. Onun üzərine basırsınız, bu proqramı yüklüyorsunuz telefona. Bunu yükləyəndən sonra buradan aç düyməsini basırsınız və sizdən lazım icazələr istəyəcək proqram. Onları verəndən sonra düşürsünüz aşağı, girirsiniz buradan download bölməsinə. Və yüklədiyiniz faylı buradan tapırsınız. Görün məndə hara düşübdür, məndə fayl çoxdur burada. Bu da V2 Def versiyon GTA Baku APK Data OBB by Rizuhax. Bunun üzerine basırsınız, bunun üzerine basırsınız. Buradan da görüntülüye basırsınız. Buradan bir tane buraya giriş edirsiniz. Bak buradan ilk növbədə GTA almalı Selo APK yazır. Bak bunun üzerine basırsınız. Buradan aşağıdan indirə basırsınız. Bak buradan sizde bir şifre istəyəcək. Şifrəni burada videonun içerisinde göstermişəm. O aşağıda gözləsə qırıq-qırıq xəttlər gedir. Yazıb şifrə və qırıq-qırıq xəttlər gedir. Şifrə 8 rəqəmdən ibarət olan bir şifrədir və videonun müxtəlif dəqiqələrində, məsələn 3-cü saniyəsində, 10-cu dəqiqəsində, 5-ci saniyəsində, həm 2-ci dəqiqəsinə belə əlavə eləmişəm. Yəni videonun əvvəlindən axırına qədər o rəqəmləri toplayırsınız. Toplam 8 rəqəmlik bir şifrədir. Bura əlavə edirsiniz və APK-nı quraşdırırsınız. Baxın, göz gəldi. Yüklə. Buna üzərinə basırsınız. Buradan da görürsünüz yazıbdır. Digər ayrıntılar. Digər ayrıntılara tıklayırsınız. Buradan yenə də yüklə. Ona basırsınız və buradan icazə verirsiniz. APK-nı yüklüyorsunuz telefona. APK yükləyəndən sonra bir dəfə aç düyməsini basırsınız. Yəni o APK-ya giriş edirsiniz və icazə verirsiniz buradan OK, izin ver. Baxın, bir dəfə APK-ya girməsəz ayarlarda, yəni Zarxiverdə Android Unprotect gəlməyəcək. Bunu buradan bağlayırsınız, qaydasız təzədən Zarxiverə. Və buradan sonra görürsünüz ən başda yazılıbdır data. Onun üzərinə basırsınız. Buradan rockstargames.gtasa. Bunun üzərinə basıb saxlayırsınız. Aşağıdan kopyalaya basırsınız. Buradan çıxırsınız bir dənə geriyə. Qalxırsınız yuxarı, görürsünüz yazıb Android Unprotect. Bunun üzerine basırsınız. Buradan da görürsünüz data yazıb. Bu data bölməsinə girirsiniz. Buradan sağ tərəfdən yapışdır var. Bu yapışdır düyməsinə basırsınız. Burada görürsünüz yazılı tüm dosyaları uygula. Bunun üzerine basırsınız, tüm dosyaları uygula. Və burada değiştir yazıb. Bu değiştirə basırsınız. Burada yenə sizdən şifrə istəyəcək. Şifrəni bura daxil edirsiniz və tamama basırsınız. Gözləyirsiniz ki, data tam olaraq bura kopyalansın. Buradan çıxırsınız geriyə, qayıdırsınız təzədən download bölməsinə. Bax, girirsiniz təzədən download bölməsinə. Buradan yenə qayıdıb gedirsiniz. Bayaqki papkaya girdiniz, görüntüləyə bastınız. Yəni təkrar girdiniz. Bu dəfə OBB yazılan yerə girirsiniz. Bu OBB-nin üzərinə basırsınız. Buradan yenə com.rockstargames.gtasa üzərinə basıb saxladınız. Buradan aşağı kopyalaya bastınız, çıxdınız geriyə.
Buradan yine Android Home Protect'e girdiniz. Bu dəfə buradan OBB-yə girirsiniz. OBB-yə tıklayırsınız. Buradan da bax bu sağ tərəfdən yapışdır düyməsinə basırsınız. Məndə burada bir dəfə var. Ona görə üst-üstə düşəcək. Buradan tamamı basırsınız. Buradan mən bunu eləməyəcəm. Sizə bu gəlməyəcək bu səhifə. Məndə orada OBB var. Ona görə ikinci dəfə istədi. Və bunu da bura kopyalayırsınız. Mən bu göz yaprağı da bura tam kopyalansın. OBB də kopyalanandan sonra çıxırsınız geriyə, yenə qayıdırsınız həmin papkaya. Və kimdə ki Cello mod işləmir, hansı ki oyuna girdiniz, görürsünüz ki Cello mod işləmir. Onda nə edirsiniz? Bax təkrar qayıtdınız yenə papkaya, girirsiniz buraya, görüntülər verirsiniz, bir də verdiniz. Bax göz burada yazıb Cello mod, onun üzərinə basırsınız. Yenə burada com.rockstargames.gta bunun üzərinə basıb saxlayırsınız. Buradan kopyalaya basırsınız, çıxırsınız geriyə, bir də qayıdırsınız yenə Android Protect-ə. Girirsiniz dataya, bunu yenə bura yapışdırırsınız. Yenə bu şifrəni daxil edirsiniz. Və yenə tüm dosyaları uygula verib, buradan da yenə dəyişdirə basırsınız. Gözlüyünüz ki, bu da bura kopyalansın. Bu da bura tam kopyalandan sonra çıxırsınız menyuya və oyuna giriş edirsiniz. Buradan açdınız oyunu. Buradan offline-a bastınız. Start game. Baxın, gördüyünüz kimi oyunumuz açıldı. Buradan da baxın, bir şey daha göstərim. Bax, əgər sizdə oyun açılmırsa, təkrar oyundan ata-ata durursa, girirsiniz yenə ziyarxıverə. Buradan girirsiniz com.data bölməsindən. GTA-saya girirsiniz. Buradan modsa girirsiniz. Və burada lips dosyası var. Bunu silirsiniz. Və bu lips dosyasını silirsiniz. Siləndən sonra təkrar girirsiniz yenə oyuna. Qrafikalarda biraz fərq olacaqdır, amma oyundan atma problemi inşallah ki onda olmayacaqdır. Buradan da açırsınız stereo modu. Kartı verib hansı maşın istəyirsiniz buradan seçə bilərsiniz. Mesela mən 07 götürəcəm. Buradan yine açırsınız. Buradan set time verirsiniz. Set time. Bunu da mesela mən saat 10'a koyacağım. Siz hansı saatı siz koya bilərsiniz. Buradan da son olarak transferində də girirsiniz. Bu transferdən də çox şey əlləməyin. Məsəl üçün bir maşın rəngini dəyişə bilərsiniz. Birdən də hidravlik basın ki, maşın əyri təkərləri düzəlsin. Kamera mod üstə nə oldu? Bu kamera modu da buradan optionsa girirsiniz. Buradan ikincisine buna basırsınız. Buradan bu burada yazıb bax kamera height. Bunu low edirsiniz. Bunda həvlində light edirsiniz, çıxırsınız geriyə. Əslində bunları verməməli idi. Всё. Videomuz bu qədər idi dostlar. Növbəti videoda görüşmək ümidi ilə sağ olun.